Hər kəsə salam izləyicilər, mən Tərlan. Sizlərlə bu videomuzda Windows XP Zver əməliyyat sisteminin yazılışını öyrədəcəm sizlərə. Bilirsiniz dostlar, keçən videomuzda Windows 7-nin yazıçılığı öyrətmişdim sizlərə. İndi isə Windows XP Zver Edition'ın yazılışını öyrədəcəm. Çox adam belə versiya xoşdur, məsəl üçün Zver XP. Gördüyünüz kimi dostlar, beləsinə. Baxın, Zver DVD 2013 11-ci ay 512 MB RAM virtual box'a qurulub hal-hazırda dostlar. İndi isə istəyirsinizsə sistemimizin yazılışına başlayaq dostlar. Bu arada dostlar, sizə altına Windows XP Zver'i virtual box'a yaxud öz notebook'una yazmaq istəyənlərə mən ISO buraxacağım aşağı 2013-cü ilə. 2013-cü il tövsiyə görürəm dostlar. Həqiqətən çox sadə və yaxşı bir ISO dosyasıdır. İndi isə biz aygıtlardan, optik sürücülərdən Zver diskimizi quraşdırıb. Baxın, Zver CVD 2013. Gördüyünüz kimi, görək girdimi? Aha, girdi. İndi isə notebook'u prezagruska verib formatımıza başlayaq. Bəli. Baxın, buradan Varitin Zagruski, Zagruski diska başqa şeydir dostlar. Burada belə seçimlərdə bilirsiniz. Buradan bizə Windows XP Zver'də videolarımızın birində parol qoşulmuş. Enterprise Edition 13.build 2025-85. Gördüyünüz gibi dostlar. Buradan Microsoft Windows XP SP3'dən Ustanovka Windows XP SP3 və avtomatik rejimi basırıq. Enter'a basırıq dostlar. Ustanovka Windows. Bir məhərrəli biraz keçə bilər dostlar, çətindir. Və indi ekran gələcək amamız gördüyünüz kimi dostlar. Biraz gözləməliyik, üzrü sayın. Gəldi. Burada birinci disk var, FAT32 8 MB diski. İsə buradan D'yə basaq, bunu silə istəyirsinizsə bəlkə, çünki sonradan problem yaşana bilər, yəni L udalet. Buradan basaq buna. Burada yavaş var, hızlı da var. Biz hələ ki hızlıya basacağıq. Təzən enter'a tıklayıb edit formativini. Bəli dostlar, gördüyünüz kimi. Gördüyünüz kimi yığır. Program olsam ki cooperative faylı. İndi isə formata tamamilə başlayacağıq. Normal XP-dən çox adam XP Zver işləyir dostlar. XP Zver yaxşı, ancaq yəni rəsmi Microsoft deyil. Ona görə də yəni normal XP yaxşı, Microsoft çox belə dandikdir, şeydir. Biraz köhnə deyə belə cəmaət biraz geniş olsun deyə Windows XP Zver'i quraşdırır. Zver yaxşı təbii ki dostlar, həqiqətən şeydir. Məndən normal kimi istəsəz göstərə bilərəm formatı. Biraz Zagruski kompüter edir. Zagruski diska və Windows XP-in zapusku gördüyünüz kimi dostlar. Windows XP. Burada driverlər var. Məsəl üçün Spiktik var, LAN var, internetdir bu. Burada Magistrangia var. Bu kamera tam görsənmir, video var, VLAN var, bunları bilmirəm, amma bu video kartdır deyəsənə. Bu da deyəsən internet kimi bir şey dostlar. Chipset, VLAN, Magistrangia. Burada internet kimi, bu internetdir deyəsən, bu da video kart falan. Nəysə dostlar, hamısını quraşdırıq, dalə deyirik və yüklənir. Yetti Z'dəndir bu arada. Udobnaya bu versiya Windows. Ustanovka Windows edir dostlar. Dostlar, bu proses biraz uzun sürə bilər. Mən yarı eləyəcəm bunu, ona görə. Ustanovka устройства. Ustanovka pattern seti internet yüklənir. Comprene faylı az qaldı biraz. Ustanovkadan zavrışını
Ustalık keçsə inşallah tez-tez gördüyünüz kimi gedir. Zabeşin ustalık gördüyünüz kimi dostlar. Ustalık Elementor menu puisk 19 dəqiqə qalıb. Görürsünüz dostlar tez-tez yüklənir şükür Allaha. Registrasiya komponenta yükləməyə az qaldı dostlar. Java da yüklənir. Java x86 və yükləmə gedir. Qutar gözü yavaş-yavaş registrasiya komponenta qutardı. Saxraniya parametrov. Gördüyünüz kimi qutardı və sistemə giriş edirik yeni dostlar. Prezagrusk eləyir. Gördüyünüz gibi Windows XP. Pajalni Podождите. Пожалуйста, подожди. Biraz yükləmələr olacaq. Və Dabra Pajalavat. Bəli, Windows'u uğurla quraşdırdıq. Şükür Allaha. Tez oldu həqiqətən. Başqa DM'də deyil, bir dənə çıxın bundan. Parametre ekrana. Bunu dahil edək. Bəli. Gördüyünüz kimi dostlar. İndi isə kompüter xüsusiyyətlərinə baxaq görək. My Computer. Elə həmişə kimi 512 MB. Gördüyünüz kimi Microsoft Windows XP Professional Service Pack 3 versiya 2002. Bu arada dostlar, kompüterdə bəzi Windows XP-lərdə adı qoymursunuz belənsin, özü düşünməyə qoyur admin. Amma bəzi versiyalarında açıb ayılan adını qoya bilərsiniz. Zvedyevidok 2013 Intel Celeron 4020 bu 1 GB deyəsən, nə bilim deyəsən, bir yuxarı falandır. 512 MB RAM-dır dostlar. İndi isə siz biraz belə temanı kalitələşdirək. Məsəl üçün Zune qoyaq. Belə temalar var. İsə temaları biriniz göstərim. Belə məsəl üçün temamız var. Zversiydi. Belə şey temamız var hatta. Yan bir dəqiqəyə. Belə Apple Mac temamız varsa belə qoyublar, Panther qoyublar deyəsən, adını deyəsən bilməm, belə keçir. Gördüyünüz kimi. Baxın, gördüyünüz. Qəşəng temalardır. Başqa temalara baxaq. Windows SDP Vista 10.5 içdi. Gördüyünüz kimi baxın, həqiqətən qəşəng. Windows Vista kimi oldu bir dəfə biraz. Gördüyünüz kimi dostlar, başqa temalara baxaq indi. Belə normal Windows XP teması da var. Gözü hardaydı o? Bu da eləydi. Normal Windows XP teması gördüyünüz kimi dostlar. Belələri. İndi isə başqa tema da var. Məsəl üçün Vista, bunu yamun qoymuşduq. Dəqiq yan qoymuşuq bunu. Windows Vista Ultimate. Qoymuşduq. Klasik tema da var belə. Klasik tema, O da ki, yəni yaxşı deyil, ona görə dostlar, Opus OS'a basaq görək, Opus OS da belə. Bu da elə Windows kimidir də. Səni Zune qoyaq, Zune. Həqiqətən qəşəng temadır gördüyünüz kimi. İndi isə buradan belə temalar, məsəl üçün Zber, Windows XP Night, Windows XP, Veter. Belə qəşəng temalar, bu, məsəl üçün beləsi var, Mir, List, Telo, Trava. Mən Ziberi qoyacam dostlar, şir şəklində qəşəng qara pələng kimi şir şəklini qoyuram bura və gördüyünüz kimi lap əla bomba kimi. İndi istənsə virtual box driverlərini quraşdıraq. Murad, optik sürücülər. Buradaydı. Etkinlik kalınlaşdır. My Computer. Next install. Quraşdırılır gördüyünüz kimi. Virtual Box burada 6.1 qurdum dostlar. Burada da biraz belə geç çəkir. Biraz versən yenilədim bir bölüm. Bir versən yenilədim. Və notebook'u yenidən başladırıq sistemi. Zabeşin Robot Windows səsini qoyacam dostlar.
Bəzi emulyasiya olmur onun üçün. İndi isə təzədən sistemimizi zapusk edib səsi qoyacağam. Hə, bu qədər və tam ekranda bax, əla bomba kimi Windows 7-də kimi. Parametre ekrana, mən parametre ekran problemini çözmüş deyən görüm. Niyet. Bəli, belə gördüyünüz kimi bomba kimi də, yəni bax temaya bax qaqam. İndi isə səsləri düzənləyək. Zıbuki. Zıbuk. Hə, buradan Windows Vista'nın adını qoy. Standart. Yox, standart yox, normal Windows XP, Windows Vista'nın kimi. Gördüyünüz kimi. Bu qədər. İndi görək adı qoyuldu mu? İndi görək səs gəlirmi? Bax, bir dəqiqə üzülü sayın. Hə, gəlir səs dostlar. Və gördüyünüz kimi Windows X verin. Yazılığını burada tamamladık dostlar. Bu arada belə fayllar da var burada belə. Yüklənənlərə buradan da girə bilərsiniz. Belə qəşəng sadə bir sistem dostlar. Bu iqra, bunlar köhnə dostlar. Bunlar atmayacaq belə. Akelpad var. Burada bir şey yazmalı. Dipros nədənsə yazılmayıb ona görə. Burada yazmış Windows Xperin product key yazılır dostlar. İnternetə girəməyəcək dostlar. İnternetdə problem var. O inşallah düzəlsən. Gələn videoda Windows Xperin bəzi dəyişikliklər edərik inşallah. Görə internetə, hə, internetə girirmi? Bir dəqiqə deyəm. Normal youtube.com yazım. Üzr sayın dəqiqə dostlar. Hər gördüyünüz kimi internetə girmir. Yəni internetdə problem var dostlar. Gördüyünüz kimi. Nəysə dostlar, videomuz bu qədər idi. Gördüyünüz kimi bu videomuzda da bir Windows'un yazılışını sizlərə qaqanız təqdim edək dostlar. İnşallah gələn videolarda da başqa Windows'un yazılımları sizlərə öyrədəcəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.